Bilirsiniz ki, hər gün bizə yardımla bağlı mesajlar gəlir. İnsanlar evladlarının xəstə olması ilə bağlı şəkillər göndərirlər. Çalışdığımız qədər yardım edirik. Amma mən bu yardımlara son qoymuşam. Çünki çox adam bundan istifadə edir, cəmaatı aldadırlar. Axşamaz xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyin Məhəmmədoğlu sosial şəbəkədə paylaşdığı videoda deyib. Sənətçi başına gələn hadisəni izləyiciləri ilə bölüşüb. Dünən mənə bir zəng gəldi ki, bu insana yardım etmək lazımdır. Evlədi, açıq ürək əməliyyatı olunur. Dostum yardım etdi. Mən də həmin insana zəng etmişəm ki, kömək etmək istəyirəm. Sən demə bu adam yalan danışır. Zəng etdim ki, mənə xəstəxanadan görüntülü yığın. Qeydiyyat şübəsindən danışmaq istəyirəm. Cavab gəlmədi. Zəng etdim, telefonu götürmədi. Sonra yazdım ki, nə problemin varsa, mənə düzünü danış. Deyir ki, mənim başqa problemim var, yardım edin. Bəs niyə uşaqların adından istifadə edirsiniz? Bizi niyə aldadırsınız? Sizə görə başqaları da yanır. Çünki başqa insanlara yardım edə bilərik. Ona görə də mən bu yardımlara son qoymuşam. İnanmıram, aldadırlar. Belə insanlar imkan vermir ki, biz əziyyət çəkən insanlara yardım edək. Xahiş edirəm, bu yoldan əl çəkin. Olmaz, insanların haqqına girirsiniz. Mənə sosial şəbəkədə yardımla bağlı heç nə göndərməyin. Görmədiyim, bilmədiyim insanlara yardım etməyəcəyəm. Belə insanlara görə utanıram. Bilmir qumarbazdır, narkotik istifadəçisidir. Belə fırıldaqçılara görə əziyyət çəkən insanlar yanır.